İşlərimizi ertələməyin digər səbəblərindən biri bizim dəyərlər prinsipimizə qayıdır. İnsan adətən həyatında sevmədiyi bir işi görmək istəmir. Sevmədiyi bir işə yaxınlaşmaq istəmir. Əgər görmək istədiyimiz bir iş bizim dəyərlərimizə, həyat prinsipimizə, istəklərimizə uyğun olmayan bir işdirsə və müəyyən məcburi səbəblərdən bu işi görməliyiksə, o zaman həmişə o iş bizim üçün təhlükə hesab olunur, sanki beynimiz belə qavrayır da və daim bizə siqnal verir beyin ki, o işdən uzaqlaşaq, o işi təxirə salaq və biz də özümüz də bilmədən avtomatik olaraq həmin işləri təxirə salmağa başlayır. Bəzən insan özünə sual verir, mən niyə bu işi görməliyəm? Yəni, bu işin görülməsi vacibdir müəyyən səbəblərdən, amma bu işin görülməsi mənə nə verəcək? Və mənim dəyərlərimlə uyğunluq verirmi, yoxsa yox? Bu məsələ bəzən insanın işlərini ertələməsinə səbəb olan amillərdən birinə çevrilir. Və bu zamanda insanın motivasiyası azalır. İnsan motivasiyadan düşən zaman hər hansı bir işi görmək istəyində olur. Əgər istəyiriksə işlərimiz ertələnməsin, sonraya saxlamayaq, bəzən insan gördüyü işlərə bir dəyər qatmağı başarmalıdır. Yəni, mən hal-hazırda danışıramsa və yaxud da mütaliə edirəmsə və yaxud da başqa hər hansı bir işlə məşğulamsa, gördüyüm bu işdə mənim üçün bir mənəvi tərəfi və dəyəri də olmalıdır işin. Yəni, o işə bir məna verməyə başarmalıyam mən. Əgər mən gördüyüm bir işə bir məna verə bilmirəmsə, o iş mənim üçün yorucu olacaq, narahat edici olacaq. Yorucu və narahat edici olanda da insan yavaş-yavaş həmin işi ertələməyə çalışacaq. Buna görə biz adətən gördüyümüz işlərə bir müsbət anlam verməyi başarmalıyıq. Müsbət məna verməyi başarmalıyıq. Psixologiyada şəxsi məna anlayışı var. İnsanları digər canlılardan, xüsusən heyvanlardan fərqləndirən məsələlərdən biri də budur. Ki, biz ətrafımızda olan əşyalara və ya şəxslərə bir anlam və məna qata bilirik. Bu məna və anlamlar da hər birimiz üçün fərqli olur. Bu da şəxsiyyətimizdən asılı olan bir məsələdir.